Salam hörmətli texnologiya həvəskarları. Gəlin Beynəlxalq STEM Azərbaycan Festivalının ən həyəcanlı, ən dinamik və eyni zamanda ən öyrədici kateqoriyalarından biri bot racing kateqoriyası ilə tanış olaq. Bu yarışda məqsəd yalnız gəmi sürmək deyil. Bot racing kateqoriyası 13-17 yaşlı gənclər üçün nəzərdə tutulub və onların mühəndislik bacarıqlarını, müstəqil düşünmə qabiliyyətini, orta məktəb biliklərini praktikada tətbiq etmək bacarığını, texniki hesabat hazırlama, dizayn, elektronika və mexanika üzrə biliklərini və gələcəyin texnologiyalarına baxış bucağını inkişaf etdirməyə xidmət edir. Birinci mərhələdə iştirakçılar qeydiyyatdan keçdikdən sonra hazırlamaq istədikləri gəmi barədə texniki hesabat təqdim edirlər. Növbəti mərhələdə isə gəminin üzmə qabiliyyətini nümayiş etdirən video hesabat hazırlanır. Unutmayın, seçim turunda təqdim olunan bütün hesabatlar qaydalara uyğun hazırlanmalıdır. Yarışın qaydaları ilə saf.stem.edu.az saytında tanış ola bilərsiniz. Final turunda püşkatma yolu ilə seçilmiş iki komanda gəmiləri ilə su üzərində təmizlik işləri aparacaq və sonda suda ən çox təmizlik edən komanda qalib olacaq. Bot racing yalnız yarış deyil, həm də gənclərin gələcək texnologiyalara açılan qapısıdır. Hörmətli iştirakçılar, hər birinizi Beynəlxalq STEM Azərbaycan Festivalında gözləyirik.